Hər kəs Rəcəb ayından bir gün oruc olmuş olsa, oruc tuta bilmiş olsa, cəhənnəm əzabı ondan bir il məsafəycən, bir illik kənar düşər. Hələ dünya iliyinəndir, axirət iliyinəndir, biz bunu bilmirik. Hədisdə var, hər kəs bir gün Rəcəb ayından oruc tutmuş olsa, tuta bilsə, bir illik məsafədə Allah ondan cəhənnəm odunu uzaq eləyər. Amma وَمَنْ سَامَ سَلَاسَةَ əyyam, hər kəs bacara bilsə, 3 gün oruc olar, bir əvvəlindən bir gün, bugün indi bilməmsənsə sabahı çalış fürsət bilginən tutasan, əvvəlindən bir gün, ortadan bir gün, axırdan bir gün. Əgər 3 gün eləyə bilsin tutasan, Həzrət buyurur, əgər boynunda haqqın nas olmasa, insanlarla haqqı hesab kitabı olmasa, Allahla öz arasında olan günahları Allah bağışlayar, onu əhl-i behişt edər. Baxın, Allah bizə bu ayda bu qədər fürsət veribsə, həqiqətdə bizim Allahla öz aramızda olan günahlarımızı bağışlatmamız üçün bizə şərait yaradıbsa, nədən biz bu fürsətdən istifadə eləməyək? Həmişə maddi, dünyəvi məsələlərdə öz xeyrimizi güdürük. Nə olar? Elə Allahın mənəvi aylarında elə mənəvi xeyirlərimizi güdək, bu ayda oruc olaq, ibadətdə olaq, dilimizi, gözümüzü, qulağımızı, bütün bədən üzvlərimizi günahdan qoruyaq. İmam-ı Cəfər Sadiq əleyhissalam buyurur, səhabələrinə bir gün söylədi ki, Rəcəb Allahın ayıdır, o 3 ən fəzilətli, şərafətli aylar sırasında və üstəlik elə bir əzəmətli aydır ki, kafirlərlə müharibə 4 haram ay ki var, onlardan biri də Rəcəb aydır ki, hətta vuruş, savaş belə bu ayda haram. Rəcəb Allahın ayıdır, Şəban şəhri mənim ayım və Ramazan şəhru ümməti, mənim Ramazansa ümmətimin ayıdır. Rəcəb Allahın ayı, Şəban Peyğəmbər buyurur, mənim ayım, Ramazan el-Mübarəksə ümmətimin ayı. Peyğəmbər buyurdu səhabələrinə, hər kəs Rəcəb ayından bir gün oruc olmuş olsa, tuta bilsə, böyük olan, ən üstün olan Allahın razılığını əldə etmiş olar. Məyər biz bu dünyada yaşayarkən, bu xeyrül əməlləri icra edərkən Allahın razılığını əldə etməyimiz üçün çalışmırıq mı? Çalışırıq. Allahın razılığını əldə edək və Rəcəb ayında da tutulan oruc Allahın razılığının bizlərə qazanması üçün bir vasitədir. Hətta Peyğəmbərimiz dəfələrlə tövsiyə edər ki, bu ayda istiğfarı çox eləyin. Bu ayda Allahdan bağışlanmaq diləyin. Çünki Allah bu ayda ümməti Peyğəmbəri bağışlayır. Bütün aylarda Allahın rəhməti insana şamildir. Amma Allahın bir xüsusi rəhməti var, bir ümumi rəhməti. Bu aylar Allahın o rəhmətinin xüsusi olaraq ümmətinə aid olduğu aylardandır. Peyğəmbər buyurdu ki, bu ayda Allahdan günahlarınızın bağışlanması üçün çoxlu diləyin. Çünki Allah bağışlayan və mehribandır. Bizim həqiqətdə gözəl Allahımız var, mehriban Allahımız var. Amma yetər ki, bizlər bu ayda Allahımızdan bağışlanmağı qazana bilək. Və bu ayın xüsusi bir neçə zikri var. Qısa yadda qalan zikri bundan ibarətdir ki, hədislərdə varımız Peyğəmbər buyurdu ki, bu ayda bu zikri çox deyin. Əgər ərəbi yadında qalmasa, mənasını yadında saxla. Hər gün ərzi 100 dəfə deyilməsi hədislərdə bizlərə tövsiyə edilib. Əstəğfirullahə və əsəluhu-tövbə. Əstəğfirullahə və əsəluhu-tövbə. Mənası budur ki, Allahdan bağışlanmaq istəyirəm və tövbəmi qəbul etməsini istəyirəm. Yəni, Allahım, mən səhvlərimi etiraf edirəm
məni bağışla, tövbəmi qəbul elə. Mənası bu cür yadınızda qalsa da, Allah günahlarımı bağışla, tövbəmi qəbul elə. Günahlarımı bağışla, tövbəmi qəbul elə. Ərəbisi isə Əstəğfirullahə və əsəluhu tövbə. 100 dəfə bizə tövsiyə edilib ki, bunu deyək və günahlarımızın bağışlanması üçün Allahımızdan diləyək.